Əziz izləyicilərimiz, necəsiniz? Bugün biz balqabaqlı plov bişirdik. Burada atam balqabağı təmizləyir və kəsir. Burada isə içini və tumunu təmizləyirik. Balqabaq təmizlənənə qədər də suyunu qaynamağa qoyduq və balqabaqlarımız hazırdır. Burada da tumlarını çıxartdıq. Quruduruq. Çərəz kimi istifadə edirik. Bunları boş qaba qoyduq və qurumağa qoyuruq. Balqabaq plovunun içine əlavə olması üçün soğanları qızardacağıq indi. Soğanları doğradıq, tavaya əlavə etdik. Üzərinə də yağ əlavə etdik. Yəni bütün proseslər ardıcıl olaraq gedir. Plovu qarışdırırıq ki, bir-birinə yapışmasın, dənələr dən dursun. Qabaqlarımız hazırdır, yuduq. Burada da plovumuz artıq hazırdır. Bir sırayla birinci balqabağı, sonra soğançanı, sonra isə plovu düzürük və bu ardıcıllıqla tam qazan dolana qədər davam edirik və sonda da plov əlavə edirik. Üzərinə biraz da yağ əlavə edirik. Budur, gördüyünüz kimi hazırdır. Qoyduq dəmlənməyə və 1 stəkan su əlavə edirəm amma. Burada da deşir ki, balqabaqlar daha yaxşı bişsin. Və artıq plovumuz hazırdır. Yemək üçün servis edirik. Göz haqqınızı halal edin. Videonu bəyəndinizsə şərh yazmağı unutmayın, zəhmət olmasa. İzlədiyiniz üçün təşəkkür edirəm.